Xaçmaz rayon sakini 34 yaşlı Səfər evli qadınla intim görüntülər əsasında şantajlı ittiham olunub. İstintaqa görə o 2019-cu ildən etibarən TikTokda tanış olduğu Günellə intim münasibətlər zamanı çəkilən foto və videoları saxlayıb. 2021-ci il 26 dekabrda bu görüntüləri qadını o əri Fuada göndərərək yayacağı ilə hədələyib və 2000 manat pul alıb. Daha sonra materialları silmədiyini bildirərək 2022-ci il 5 yanvarda əlavə 10.000 manat pul tələb edib. Fuadın şikayətindən sonra keçirilən əməliyyatla Səfər saxlanılıb. O, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunub. Səfərin ifadələri arasında fərq olduğundan hakimlər tərəfindən tədqiq edilib. Restoranda inzibatçı işləyən Fuad isə arvadının ona xəyanət etməsini öyrəndikdən sonra sarsılıb. Buna baxmayaraq özünü itirməyi Günellə bu barədə danışıb. Günel ilk öncə xəyanət faktını dansa da, Fuadın Səfərlə avtomobildə, ərinin evində və Səfərlə tutduqları evdə olan intim videolarını gördükdən sonra etiraf edib. Zərər çəkmiş tərəf şantajı təsdiqləyib. Təqsimləndirilən isə əvvəlcə günahını etiraf etsə də məhkəmədə ifadəsini dəyişib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Səfəri 7 il 6 ay azadlıqdan məhkum edib. Apellyasiya şikayəti isə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmayıb. Qeyd edək ki, adların şahidi verilib.